Kommunikasiyaların açılması məsələsi 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyannamədə əks olunub. İki ölkə arasında kommunikasiyanın açılması ilə bağlı ümumi bəyanat, həmçinin Azərbaycanın qərb sərhədlərindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçid haqqında konkret qeyd mövcuddur. Bu yol Sovet dövründə Azərbaycan dəmir yolu sisteminin bir hissəsi idi. 2021-ci ilin yanvarında aparılan və aktiv fazası məlum olduğu kimi 2023-cü ilə qədər davam edən danışıqlar zamanı biz vəziyyətin həlli üçün dəfələrlə təkliflər irəli sürdük. Ermənistanla sülh müqaviləsinin imzalanması üçün şərtləri bir daha açıqlayan Ceyhun Bayramov, konstitusiya dəyişikliyinin sazişin imzalanmasından öncə baş verməli olduğunu vurğulayıb. Burada qeyri-adi heç nə yoxdur və ya bu Azərbaycanın mövqeyinin maksimalist olduğu anlamına gəlmir. Nazir Mirzoyanın Ermənistan tərəfinin Azərbaycan konstitusiyası ilə bağlı bənzər narahatlıqları ilə əlaqədar son argumentinə gəlsək, hər şeydən əvvəl bu reallığı əks etdirmir. Azərbaycan konstitusiyasında müasir Ermənistan Respublikasının hər hansı coğrafi ərazisinin adı qeyd edilməyib. Düşünürəm ki, bizim erməni həmkarlarımız bunu çox yaxşı bilir. Əksi olsaydı, onlar əminliklə bu məsələni qaldırardılar. Çünki Ermənistanın, Azərbaycanın və Türkiyənin hüquqi sistemləri az-çox eynidir. Siz ölkənin konstitusiyasına zidd olan beynəlxalq razılaşma imzalaya bilməzsiniz.